Nurəddin janr olaraq hansı janrdadır yoldaşlar? Hekayə. Hekayə janrındadır. Aysun, baxın. Süleyman Sani Axundov Azərbaycan ədəbiyyatında qorxulu nağıllar yazan sənətkarımızdır. Qorxulu nağıllar silsiləsi var onun. Abbas və Məlikə, sonra Əhməd və Məlikə, Əhməd və Məlikə, Qaraca qızdır. Bəli, yəni uşaq ədəbiyyatında ən yaxşı ümumiyyətlə qorxulu nağılları yazan, bizə tanış olan ən yaxşı müəllif məhz Süleyman Sani Axundov olmuşdur. Və bu əsərin mövzusu nədir desək? Yaxşılıq. Yaxşılıq. Yaxşılıq etmir. Yox, o ideyadır. O ideyasıdır. Mövzusu nədən danışılır? Ailə məsələləri. Ümumi ailə məişət müstəvisində baş verən hadisələr, ailə məişət məsələlərindən söhbət gedir. İdeyası bəli, tamamilə doğrudur. Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq isə hər kişinin işidir. Bunu qeyd edə bilərik. Yəni yaxşılıqla bağlı olan məsələləri qeyd edə bilərik. Yaxşı, burada obrazları biz iki qrupa bölərik. Tərcüməlmə. Mənfi obrazlar və müsbət obrazlar. Mənfi obrazlara kimlər daxildir tərcüməlmə? Gülpəri, Əmraslan. Mənfiyə bunlar Gülpəri və Əmraslan daxildir. Və bunlar burada gördüyümüz kimi mənfiliyi təmsil edirlər. Pisliyi, şərin təmsilçisi olan qüvvələrdir. Tamamilə doğrudur. Və burada da görürsüz bizim nağıllarımızdan gələn bir məqam var. Xeyirlə şərin mübarizəsi və sonda xeyrin şər üzərində qələbəsi məsələsi. Yəni bu şifahi xalq ədəbiyyatımızdan gələn bir mövzudur və burada da biz onun əyani şəkildə şahidi olmuş oluruq. Yaxşı, müsbət obrazlar, digər obrazlar müsbət obrazlardır. Yəni bəzən burada Cənnətəli barədə deyirlər. Cənnətəli orada uşağı diləndirməsi məsələsi, o da məlum məsələdir ki, Cənnətəli məcburiyyət qarşısına qaldığı üçün Nurəddin dilənmək məcburiyyətində qalır. Cənnətəli o testlərdə düşür, sevinirdi ki, diləndirmək üçün uşaq tapıb və s. belə məzmunda suallar düşür. Bu tamamilə yanlışdır. Kişi orada xəstələnir. Bunlar da gündəlik dilənməklə pul qazanır. Bəli. Axı testlərdə qeyd olunur MHM-də filan. Cənnətəli özü, yəni diləndirməyə göndərdi Nurəddin. Yoxsa Nurəddin öz istəyi ilə gedir? Yox, xəstə olduğu üçün göndərir. Xəstə idi. Bunlar da dolanışığı necə idi? Bunların dolanışığı belə idi ki, gündəlik, yəni gündəlik dilənirdilər. İndi ya pul, ya nəsə alırdılar, onunla günlərini keçirdilər. Səhərə artıq pulları olmurdu. Bu kişi də xəstələnir, çox pis vəziyyətə düşür. Məcbur qalır, Nurəddin dilənməyə gedir. Yəni həyatında ilk dəfə idi ki, Nurəddin dilənmək üçün gedir. Əl açmaq, kiməsə dilənmək üçün gedir. Yoxsa kişi bunu xüsusi məqsədli şəkildə bunu dilənçiliyə öyrətsin, ya. Bunun heç belə bir niyyəti yox idi. Əksinə özü dilənirdi hər dəfə Nurəddini tapandan sonra da özü dilənirdi, nə tapıb gətirirdisə gətirirdi, Nurəddin də yeyirdi, özü də yeyirdi. O xeyli müddət idi ki, Nurəddin bu Cənnətəli kişi ilə birlikdə idi. Amma heç vaxt durub onunla bərabər dilənməmişdi. Ancaq bugün o kişi ağır xəstə olduğu üçün, xəstələndiyi üçün məcbur dilənmək məcburiyyətində qaldı. Yaxşı, buradan Nurəddinin atası Sevinç müəllimə kim idi? Hacı Nəsir. Hacı Nəsir. Bəs anasının adı verilmişdimi əsərdə? Həlimə xanım. Gözəl xasiyyətli Həlimə xanım. Aysa, elə həlim xasiyyətli Həlimə xanım idi. Və bu xanımın ölümü nədən ölür bu xanım? Hamama gedir, çıxanda ölür ki, özünü soyuğa verir, azarlayır. Hamamdan çıxanda olur. Aysa, soyuqlu bir olur. Bəzən testlərdə bunu sallar ki, bu kişi Hacı Nəsirlə münasibətləri yaxşı deyildi. Hacı Nəsir ona əziyyət verirdi və ona görə ölür. Xeyr. Hacı Nəsirlə onun münasibəti çox qəşəng idi. Çox gözəl ailələri var idi. Çox gözəl həyatları var idi. Bəs Hacı Nəsir nə ilə məşğul olurdu Vəfa müəllimə? Nə işlə məşğul olurdu?
Ayşə, ailəsini necə dolandırırdı? Var. Bəli. Bu tacir idi, ailəsini bax bu yolla dolandırırdı. Yaxşı, bu Gülüstan kitabı məsələsi var idi. Fidan müəllim Gülüstan kitabını gətirir bir gün, balaca kibrit qutusu boyda bir Gülüstan kitabını gətirmişdi. Bu Gülüstan kitabı barədə yoldaşı soruşur ondan və Hacı Nəsir hardan aldığını qeyd edir. Deyir, Rəhim adında bir tacirdən aldığını deyirdi. Daha doğrusu o ticarətə gedəndə Rəhim körpüdə ağlayır ki, bəs mənim Ayşə. 300 manatımı oğurlayıblar. Aha, O da çıxarıb ona pul verir. Deyir, bir aha. gün sən də mənə yaxşılıq eləyərsən. O da Aha. yox, ona heç nə vermir. Daha sonra onun mənzilini öyrənir, adını öyrənir. Aha. Bir vaxt Hacı Nəsir də oturanda görür ki, Rəhim içəri girib ona kiçik bir kitab verir, yəni Gülüstan kitabını verir. Ayşə, Onlar da Gülüstan. Bəli. Həlimə də Həmin o onu ipək Gülüstan parçaya neyində? ipək parçaya tikilir, Həlimə onu boynundan asırlar. Nurəddinə. Aha. Aha. Yaxşı. Bu Rəhim bəs bilirdimi ki, bunların övladı var? Xeyr. Bəli, Hacı Nəsirə o belində demiş deyir, oğluna Hacı dua Nəsir et. demişdi dua ki, edərsən Nurəddinimə demişdi. dua et. Ay sağ Nurəddinə ol. dua Bəli, bəli. O bilirdi ki, onların Nurəddin adlı bir dənə övladı var. Baxın, Sədinin Gülüstan kitabı o vaxtı müəllimlər biz universitet dövrlərində də keçmişik ki, məktəblərdə, orta məktəblərdə əsas dərslik kimi istifadə olunan vəsaitlərdən biri də Sədinin Gülüstan, Bustan, Gülüstan, xüsusilə Gülüstan kitabı idi. Burada hər cür məqamlar, hər cür məsələlər öz əksini tapmışdı. Əxlaqi qaydalar, əxlaqi prinsiplər, davranış qaydaları ümumi şəkildə həm elmi məlumatlar, həm tərbiyəedici məlumatlar öz əksini tapmışdı. Ona görə bu kitab belə deyək də müqəddəs, gözəl, təkrarsız bir hədiyyə kimi necə indi məsələn kiməsə Qurani-Kərimi hədiyyə edəndə onun üçün yaxud da müəllimlərin özünə bir kitab hədiyyə edəndə dəyərli bir kitab hədiyyə edəndə necə də əvəz olunmaz bir təsir bağışlayır. Bax o kişiyə də o kitabı hədiyyə edəndə çox belə deyək də müsbət təsir bağışladı və həmin hədiyyəni də ipək parçaya tikdilər. O gündən sonra Nurəddinin boynundan asdılar. Həmin kitab, o kibrit qutusu boyda kitab həmişə Nurəddinin boynundan asılı vəziyyətdə qalmışdı. Bəs burada məqsəd nə idi? Məqsəd bu kitabı burada saxlamaqda, boynundan asmaqda məqsəd ondan ibarət idi ki, vaxt gələr, Nurəddin böyüyər, artıq yazmaq, oxumaq, hər şeyi bacarandan sonra, qavrayandan sonra ətraf aləmi bu kitabı oxuyar. Çünki bu kitab o dövr üçün ümumiyyətlə, hətta bu dövr üçün də fərqi yoxdur. Çox gözəl məlumatların əks olunduğu bir kitab idi. Yaxşı, neçə yaşında Nurəddin məktəbə gedir? Leyla müəllimə 8 yaşında. 8 yaşında artıq o məktəbə getmişdi. Yaxşı, o məktəbə gedəndən sonra elə anası da ölür. Anası öləndən sonra bunların ailəsində vəziyyət tamamilə dəyişir. Bir müddətdən sonra Hacı Nəsir artıq övladını dolandırmaq, öz ailəsi, ailəni dolandırmaq buna çətin gəlir. Evlənmək niyyətinə düşür. Bu Gülpərini Leyla müəllimə Hacı Nəsir hardan tanıyır, gedir, hardan tapır, gətirir bu Gülpəri ilə evlənir? Nə baş verir? Şəriki olur da. Ayşə, Gülpərinin atası ilə o, Atası yox, şəriki. uzaq tanışı idi, şəriki idi, yoxsa? yox, bax, elə bil ki, bu başqa bir şəhərə gedir. Orada həmin o şərikinlə haqq hesab işlərindən məşğul olmaq üçün onun yanına gedir. Həmin bu şəhərdən də biraz uzaqlıqda bir kənd var idi və həmin o kənddə də İmamverdi var idi. Elə bil ki, ora gedəndə qalmaq üçün indi bir tanışdı da, uzaqdı yol, gəlib bir stəkan çay içmək üçün bu İmamverdinin yanına gedir. İmamverdi ilə də bu əvvəldən tanışlığı var idimi? Var idi. İmamverdi də çox yaxşı adam idi. Yəni əsərdə biz onu görürük ki, necə müsbət bir obrazdır. Nurəddinə qarşı münasibətində, fikirlərində biz onun əyani şahidi oluruq. O da onu çox xoş qarşılayır.
Və burada da Hacı Nəsir düşünür ki, atası bu cür insandırsa, yəqin qızı da çox yaxşı insandır. Bir dəfə görür və təsir bağışlayır ki, ailəsi yaxşıdırsa, ailəsinə baxaraq, belə deyək də, qızınla evlənmək istəyir və elə Gülpəri də ki, evlənməyə razı olur, bunun yanına düşüb gəlir. Bəs Gülpərinin xarici simasının təsviri öz əksini tapıbmı əsərdə? Bəli, müəllimə, 23 yaşında, qısa boylu, dolu əndamlı, 23 qara yaşındaydı. Ay sağ ol. 23 yaşındaydı. Qısa balaca. buğdaylı, qısa boylu. Qara. Həmişə mənimlə deyir, qara pısda, balaca, qısa boy. Dolu Bədniyə əndamlı. baxdı. Ay sağ olun. Doluydu, düzdür və çox pis xasiyyəti olan biri idi. Nəsə, bu Hacı Nəsir Evə gələndən sonra da evdəkilərə o qədər əzab verir ki, neçə il Hacı Nəsirin qulluğunda olan qulluqçusu işdən çıxır. Bir dənə Bahar qalır. Bir dənə Bahar qalır. Və burada da bu Baharı biz Hürüyə bənzədə bilərik. Görürsüz, Müsibət Hürü də, Fəxrəddin. bəli, Müsibət Fəxrəddin də Hürü də Rüstəm bəydən narazı idi. Bu biiman oturduğu yerdə oturmur. Bu kişi yenə deyir, qudurubdu. Həmin Fəxrəddin həman Fəxrəddindir ki, sənin qızını oxudub, tamam vilayətin göz edib. İlk dəfə onun dilindən eşidirik Saadəti Fəxrəddinin oxumasından bağlı. Yəni deyir, bir dənə bu Saadəti də baş göz edə bilsəydim, evləndirə bilsəydim, mən də deyirdi, rahatcana çıxıb gedərdim. Burada qalma səbəbi görürük ki, onun məhz Saadətdir. Burada da Bahar, burada öz xoşundan qalmırdı. Bahar burada Nurəddinə görə qalırdı. Nurəddinə yazığı gəlirdi. Ona görə nə qədər ona zülm etsə də, neynəsə də, çox pis davransa da, yenə çıxıb getmirdi. Yaxşı, sonra bu Hacı Nəsirin ölüm səbəbi Bilurə müəllimə, nə baş verdi ki, Hacı Nəsir öldü? Niyə öldü bu kişi? Mən evə gələndə deyəsən, oğlu Nurəddini, Gülpəri acıqlanırdım, vururdular, dəqiq yadımda deyil. Aysa, aha. Aysa, o bunu sağlamı Onu görür, görür. görür, gedir Gülpəriyə də yəni etirazını bildirir ki, niyə eləyirsən? Mən səni gətirdim ki, bu uşağa analıq eləyəsən. Sən də orada xilas edin kasıblıqdan. Sən də bu yetimi. Aysa. Sonra mən hirsindən çıxıb gedir. Deyir ki, yəni aparıb boşayacam da səni. Bəli, orada bax, yaxşılığın əvəzindədir. Görürsüz, burada da Hacı Nəsirin dilindən deyilir ki, sən deyir, özü dilənçilikdən qurtarıb gətirdim. Çünki onlar, düzdür, İmamverdi kişi yaxşı adam idi, amma çox kasıb vəziyyətdə, çox pis vəziyyətdə yaşayırdılar. Buna deyir ki, mən sən deyir, o zülmətin, o zülmün içindən qoparıb gətirdim. Yəni, yaxşılığın əvəzi budurmu ki, mən gətirdim ki, sən mənim övladıma ana olasan, yoxsa cəllad olasan? Sual verir. Ana olasan, yoxsa? Burada təzad var axı. Çünki Əmiraslan deyirdi, Gülpəridir əmioğlusunu sevirdi, qaçmaq filan təklif edib əvvəlcədən, amma Əmiraslan bunu istəmirdi. Çünki qaçıb getsə, əmisinin var dövlətindən məhrum olacaq Gülpəri. Aha, o da var, düzdür. O baxımdan təzad var axı. Necə yəni? Yəni məncə, yəni ki, bunun az-çox pulu olub ki, Gülpəri ilə evlənmək istəyib də, yəni əvvəlcədən bir-birlərini ona görə istəyiblər az-çox. Mən bu cür başa düşdüm. Və Hacı Nəsirin də alardı da, ona almır da onu. Yox. Hacı Nəsir o atası İmamverdi icazə vermirdi axı müəllim qızının evlənməyinə və Gülpəri də gizli onunla evlənmək istəyir. İmamverdi yazığın evi var idi ancaq. Yəni ancaq evi vardı. Dolanışıqları yaxşı deyildi. Bəlkə mən Hacı Nəsir burada, yəni məşhur kişilərin var, Hacının ölən biri idi, səni gətirdim, arvad elədim məsələsi. Bəlkə yəni o baxımdan deyib. O da olar, amma bunların imkanı maddi baxımdan imkanları həqiqətən də yaxşı deyildi. Düzdür, orada o Əmiraslanın onun evlənmək istəməyinin səbəbi bu əmsinin evi var idi. Bu evinə sahib çıxmaq, ərazisi, torpaq sahəsi var idi, bunu satmaq. Siz qumarbaz üçün belə deyim də, bir dənə adi bir şey belə satılsa, ucuza satacaq, yenə aparıb qumarda uduzacaqdı. Onun üçün əhəmiyyət kəsb eləmir. Ona görə də yəni bu kişi burada bir
məncə təzad yox, həqiqətən də bunlar kasıb bir vəziyyətdə idilər. Dolanışıqları yaxşı deyildi, nə olsun evləri var idi, amma dolanışıqları yaxşı deyildi. Ona görə deyir ki, səni gətirdim. Sən deyir, amma gəldin mənim övladıma gətirdim ki, ana olasan, yoxsa cəllad olasan. Ana olmağa gətirmişdim, amma sən cəlladlıq eləyirsən. Başlayır əsəbləşir ki, pişo da səni qovacam, səni bu evdə saxlamayacam, nə edəcəm? Əsəbləşir, özü də dəli olur, gedir yenə işinə. Bazar tərəfə gedir. Biraz keçəndən sonra yazıq kişi elə dükanındaca ürəyi partlayır, elə orada da ölür. Bundan sonra ta Gülpərinin əli qolu açılır. Gülpəri əli qolu açılır və bundan sonra Nurəddinə qarşı ay sağ olun, münasibəti dəyişir. Nə? Ondan sonra çox-çox mehriban olur. Mehriban olmasının səbəbi də təbii ki, bu mülkə görə idi ki, Nurəddinlə arasını pis eləsəydi, bu da gedəcəkdi. Var dövlət tək Nurəddinə qalmasın, bununla bölsün və bunun pulunu yesin. Əsas məqsədi bundan ibarət idi ki, və düşünürdü ki, bu qəyyumluq Baharın əlinə keçər. Bahar, belə deyək, onu qəyyumluğa götürər, bütün pullar Baharın və Nurəddinin olar. Çox belə deyək də, çox bilmiş bir qadın idi. O balaca boy olmasına baxmayaraq, yaşının 23 olmasına baxmayaraq o qədər də çox yaşı yox idi, amma yenə də çox bilmiş bir qadın idi. Burada bir müddət dolanırlar, yaşayırlar. Sonra Sona müəllimə Gülpəri nə plan qurur, nə etmək qərarına gəlir? Gülpəri kəndə getmək üçün hazırlıq görürdü. 3 gün ərzində hazırlıq gördü və bunun haqqında məktub da göndərmişdi kəndə. Gedən vaxtı isə Baharı aparmadı. Baharı evdə qoydu, getdi. Lakin kəndə gedəndə də vağzalda onları heç kim qarşılamadı. Və o nökər Cəfər var idi. Ona deyir, ona pul verir də fayton tutmağı üçün. Birinə əşyaları qoydu, birinə də Nurəddin və özü oturdu və getdilər. Birdən bu faytonun qabağını Əmraslan kəsirdi. Burada bax, burada görürsünüz, qaçaq soyğunçuluq məsələsi də öz əksini tapır. Hansı ki, yadınızdadır, biz bunun şahidi olmuşduq. Bir də Hacı Qara əsərində, düzdür, onu geniş keçmirik, amma orada Heydər bəyin satirik tənqid planı olduğunu, satirik gülüş hədəfi olduğunu deyirik. Deyirik ki, burada Hacı Qara humoristik gülüş hədəfidir. Məhz Heydər də satirik gülüş hədəfi. Niyə? Çünki o Heydər nə edirdi? Soyğunçuluq edirdi, karvanların qarşısını kəsirdi, olanları, qalanları nə varsa soyub talayırdı. Yəni, belə bir dövr idi. Ona görə burada Gülpərinin özü də qorxurdu hətta. Və bunların qarşısında həmin o Əmraslan da, belə deyək, bu soyğunçuluqla məşğul olan, quldurluqla məşğul olanlardan idi. Burada bir-birlərini tanıyırlar. Hələ bunun qabağını kəsir, başqası kəssəydi, bəlkə də öldürərdi, malardı hər şeyini. Artıq Əmraslan olan məsələlər barədə, baş verənlər barədə başlayırlar danışmağa. Bu Əmraslan kimin oğlu idi? İmamverdi Tanrıqulunun. Aysalın, bəli, Tanrıqulunun. İmamverdi. Bunun qardaşı, kiçik qardaşı Tanrıqulu və Tanrıqulunun oğlu idi. Mən onlar neçən də gedirdilər ki, xatırlaya bilmədim. Gülpəri ilə Nurəddin. Bu bir siyasət qurur ki, aparsın, böyük ehtimal ki, burada Gülpəri bunun pulunu qəşəngcə xərcləyə bilmirdi və bunu da incidə də bilmirdi, heç nə eləyə bilmirdi də Nurəddinə. Ancaq xoş davrana gedirdi. Bu da fikirləşir ki, yəni nə vaxta qədər bu belə davam edəcək, mən ona xoş davranacam, əlinə pul verəcəm, bu da gedəcək, Nurəddin də gedəcək, ürəyi istədiyi kimi xərcləyəcək, bu cür davam edəcək. Ona görə bu düşünürdü ki, getsin, bu Nurəddini nə yollansa, necəsə, bu pulları, qəyyumluğu, hər bir şeyi ələ keçirsin. Yəqin ki, Nurəddinin başına nəsə bir hadisə gətirsin. Nəsə eləsin ki, bu pullar bunun olsun. Ona görə bu Baharın da yanında hər istədiyini də eləyə bilmirdi. Ona görə buradan uzaqlaşıb gedir. Yaxşı, bunlar artıq biz
Gülpəri ilə Əmraslanın söhbətləşməsi məsələsi, bunların onsuz da ki, əvvəlcədən bir-birinə qarşı belə deyək də, istəkləri olmuşdumu bunların? Bəli, bəli olmuşdu. Aha, bir-birinə qarşı istək olmuşdu. Bu Tanrıqulunun oğlu haqqında atasının ona qarşı münasibəti, Tanrıqulunun oğluna qarşı münasibəti necə idi, Aysu müəllimə? Onu çox ərköyün böyütmüşdülər müəllimə. Ona görə də o belə dərslərini oxumurdu. Aysu, bircə dənə avaradı. övladı idi. Evin tək Deyir, uşağı evin idi. tək uşağı olanda da Aysu onun. O adətən Atası onu məktəbə qoyur əvvəl. hər kəs onun nazınla oynayır. Bir uşaqdır, dəymə, bir uşaqdır, dəymə bizim Azərbaycanlıların qanında. Bu da qudurur da belə deyək, loru dildə. Ərköyün bir uşağa çevrilir. Bəli, onu məktəbə də qoymuşdu. Bax, gündən sonra Nurəddin qaçır 8 məktəbə. yaşında məktəbə gedir. Bunu da atası 9 yaşında götürür, aparır mollanın yanına ki, bəs oxumağı öyrənsin. Aysun 3 gündən sonra o da qaçır. Yenə Sonra şkolaya qoyur. yenə məktəbə qoyur. Birinci molla yanına qoymuşdu, sonra məktəbə, yəni şkolaya qoyur. Orada da yenə Orada da uşaqlardan birini yaralayır, qovurlar. Aysun, elə bil bu Təpəgöz kimi hərəkət eləyir də, Təpəgöz kimi hərəkət eləyir. Dostlarına, həmyaşıdlarına qarşı münasibətdə eyni Təpəgöz kimi. Və burada da müəllimlərini bezdirir, uşaqları bezdirir, hamı ilə dalaşır, aləmi qatır bir-birinə. Ona görə də o məktəb, şkoladan atılır, yəni məktəbdən atılır. Vəsyo, hamı da bundan narazı idi. Bəs bunun atası Tanrıqulu yaşayırdımı? Onun 16 yaşında atası da anası da ölür. Aynen. Onun atası, anası yaşamırdı. Ondan sonra da bu lap pis yollara düşür, qumara qoşulur, belə deyək, quldurluğa, soyğunçuluğa, əhatə dairəsi çox pis insanlar olur və mühitin təsirindən onsuz öz canında da var idi. Öz canında da var idi, mühitin təsirindən də lap pis vəziyyətə düşür. Atasına nə qalmışdı indi biraz azdan çoxdan, onu da satır, yeyir, xərcləyir, vəsə. Yaxşı. Nəhayət burada Əmraslan Gülpəri ilə artıq bilir axı Gülpəri belə bir varlı kişinin arvadı olubdu, bəs pulları var. Bunu ələ keçirməyə çalışır. Yəni bu Gülpəriyə olan sevgidən deyildi. Təbii ki, pullara olan sevgidən qaynaqlanan bir şeydi. Pulları ələ keçirmək istəyirdi. Birinci də əvvəlcədən də o hələ Hacı Nəsirdən qabaq da onunla evlənmək istəyirdi. O atasının İmamverdinin evinə görə, bir torpağına, nəyinəsə görə. Yaxşı, bu İmamverdi, Nurəddingil gəldi İmamverdinin evinə, düzdürmü? Əmraslan da bunların yanına gəldimi? Aysa, Əmraslan da sonra gəlir bunların evinə köçür. Ondan sonra Gülpərinin əlində olan bütün pulları, nə nəqd pullar var idisə, indi satılmayan torpaq və s. belə sahələr, dükan bunlar qalmışdı. Əldə olan nəqd pulları əlindən alır, ürək istədiyi kimi yenə qumar oynayır, nə bilim, dostlarıyla, avara-avara dostlarıyla gəzir. Və İmamverdi də təbii ki, bunları görürdü, bunların şahidi olurdu. Yazıq kişi axırda iflic olur. Dili də tutulur. Kişi iflic olur və dili tutulur. Bundan sonra Əmraslanla Gülpəri artıq planlar qurmağa başlayırlar ki, necə eləsinlər ki, bu Nurəddini aradan götürsünlər. Kişinin belə deyək də, ölüm ruhu artıq üzünə çökmüşdümü? Yox, Aysa. Onlar baxırlar ki, bunun dili tutulsa da, dili tutulub düzdür. Ölüm halı yoxdur. Aysa, amma ölmək hələ bu öləsi deyil. Yəni gözləri zadı o ölən adamın hiss olunur da sifətindən, o bədənindən, gözlərindən onu tutmaq olur. Amma bu kişidə dili tutulsa da, bu kişinin gözündə ölüm yox idi. Orada fikirləşir ki, onsuz bunun ölməyini gözləyənə qədər, o nə vaxt olacaq? Çünki Əmraslan daha çox pul istəyirdi. Gedib oradakı varı dövlətdə satıb ələ keçirmək istəyirdi. Buna görə müəyyən yollar axtarırlar. Nə yollar axtarırlar ki,
Nurəddini aradan götürsünlər. Aysu müəllimə. Deyir ki, zəhər verək, öldürək əvvəl. Aha. Sonra da Nurəddin də elə bilir ki, bunu İmamverdi üçün deyirlərdi. Deyir ki, yazıq babam səni öldürmək istəyir, mən icazə vermərəm. Ardıc Əmraslan deyir ki, ya da quyuya su çəkməyə gedəndə arxadan bir təpi vuraram ona, düşər ölər. Bahar burada yox, əmim də iflic olub hazır. Kim biləcək ki, Nurəddin nədən öldü, niyə öldü? Deyərik ki, su çəkəndə özü düşdü, öldü. Yaxşı. Və bunu eşidəndən sonra artıq Nurəddin təbii ki, burada qalmır, üz tutur, qaçır buradan. Vəfa müəllimə, Nurəddin hara qaçır, hara gəlir, çıxır? Nurəddin ağacın başına çıxır deyəsən. Aysel gəlir, bir yerə çatır. Orada da deyəsən nədənsə qorxur, gəlir ağacın başına. Ağacın başına yatır. Aha, ağacın başında yatır. Bir də oyanır. Oyananda artıq nə görürdü? Cənnətəli onu səsləyirdi. Aha. Və qorxur. Bu kişini görəndə də qorxur. Düşmək istəmir. Amma kişi onu deyir ki, narahat olma da, mən pis adam deyiləm. Sənə kömək etməyə hazıram. Harda qalırsan, səni evinə də apara bilərəm. Ondan sonra qorxusundan deyir ki, mənim heç kimim yoxdur, evim də yoxdur. Aysa, mənim deyir heç kimim yoxdur, yetimin biriyəm. Kişi də bu da dilənçi adam idi. Torbasını açır, bilir ki, yazıq uşaq indi acı-susuzdur da. Torbasını açır. Onun da torbasında bir tikə quru çörəyi vardı, bir də soğanı vardı. Aysa açır, qoyur ortaya. Nurəddin də başlayır ac uşaq bunlardan yeməyə. Yaxşı. Ondan sonra bu Nurəddin də bu kişi ilə qalır və bunların şəhərini soruşur. Şəhər də buradan xeyli uzaqdaydı. Yəni bunlar gəlirlər. Bir gündə bu kişi xəstələnəndə məcbur qalır və Nurəddini dilənməyə göndərir. Və Nurəddini kişi göndərir, düzdür. Bu Cənnətəli göndərir. Amma məcburiyyət qarşısında qaldığı üçün. Çünki ac qalacaqdılar. Özü də ac qalacaqdı, Nurəddin də ac qalacaqdı. Amma indiyə qədər özü dilənib bunlar ikisinə də baxmışdı. Nurəddin bəs başına nə hadisə gəlir dilənəndə Sona müəllimə? Nurəddin bir-iki küçə gəzirdi, dilənə bilmirdi, yerə yıxılır. Bu vaxtda bir fayton iti gəlir də. Həmin vaxt Nurəddini vururdu. Bu zaman insanlar başına toplaşır və Rəhim Nurəddini faytona qoyur və evə sürür. Məşhur cərrah çağırmışdı həmin vaxt. O Nurəddinin yaralarını bağlayır və 5-10 gün istirahət eləməsin deyir. Bəli. Bir gündə Aysel, həyat yoldaşı Rəhimə xanım bunu paltarını dəyişəndə həmin boynundakı ipək parçaya bükülmüş anası Həlimə parçaya tikib onun boğazına kitab asmışdı və bu kitab tapılır. Bu kitab belə deyək də o qədər çirkablardan keçmişdi ki, pis vəziyyətə düşmüşdü, amma yenə də oxunurdu, bilinirdi ki, nədir. Ondan sonra bunlar sevinirlər və Rəhim soruşur ki, sənin adın Nurəddindirmi? Beləliklə hal qaziyə məlum olur. Nurəddini oxudurlar. Belə deyək də, onun arzularını həyata keçirmək üçün əllərindən gələni edirlər. Bəs Baharın aqibəti necə olur Leyla müəllimə? Nurəddin Bahardan ayrı düşür. Baharı sonra Nurəddin işləri düzələndən sonra Rəhim onu evində saxlayandan sonra yanına gətizdirir. Aha, sonradan onu yanına gətizdirir, doğrudur. Və bu deyir ki, birincidən onlara deyir ki, Rəhimə deyir ki, mən deyir, bəs Baharın yanına aparın. Onun yanına getmək istəyir. Ancaq hətta Cənnətəlini də gətizdirir və deyir ki, hamı səni ölmüş bilir. Ölmüş bilirdi, bəli. Sonra bəli. Bu kişi davam başa salır ki, Bahar indi səni qoruya bilməzdi. Qal burada. Sonra deyir, narahat olma. Mən Baharı sənin yanına gətirəcəm. Sonradan Baharı gətirir. Daha sonra bir gün Nurəddin özü Cənnətəlini özü küçədə görür
və cənnətəlini gətirir. Cənnətəlini gətirirlər burada. Hansı vəzifəyə təyin edirlər? Bağda işləmək. Ay sağ olun. Bağban vəzifəsinə təyin edirlər. Tamamilə doğrudur. Sonra birinci baxın, gətirilənlərdən birinci cənnətəlini gətirir Nurəddin. Cənnətəldən sonra bahar gəlir. Birinci ardıcılığa diqqət yetirin. Bahar birinci gəlmir. Nurəddin istəyir Baharın yanına getsin, amma qoymur Rəhim ki, bu dəqiqə səni Bahar qoruya bilməz. Hər şey düzəlsin, söz verirəm. Baharı sənin yanında gətirəcəm. Nurəddin də bir gün cənnətəlini görür, cənnətəlini gətirir. Deməli, birinci Bahar, Nurəddin cənnətəlini gətirir. Sonra isə bir gün Baharı indi Rəhim tapır. Oturmuşdular və Bahar gəlir. Bunda da Nurəddin təbii ki, sevinir. Baharla artıq Bahar da gəlir orada düz deyir ki, bəs hamı səni ölmüş bilirdi. Sən demə, Nurəddin sağ imiş. Bunlar da sevinirlər. Sonra bir gün Nurəddin sonra evə kim gətirir? Gülpərini. Ay sağ olun, Gülpərini gətirir. Gülpəri hansı viddə görür Nurəddin onu? Necə görür? Bilən. Ay sağ olun. Onun artıq başına gələn hadisələrdə Gülpəri başlayır özü hal qazi eləməyə. Nə deyir? Nə danışır Gülpəri? Deyir ki, düzdür, mən sənin var-dövlətinə sahib olmaq istəyirdim, amma öldürmək istəmirdim. Məni Əmraslan başdan çıxardı. Aysa, aha, məni deyir yoldan çıxardan məhz Əmraslan oldu deyir. Deyirdi ki, əsas onun var-dövlətinə sahib çıxar. Deyir, birkə ildə ki, yəni bu hissədə Nurəddinin heç nəyi qalmır da, yəni əsərin sonunda, yəni kasıb bir uşaq olur. Atasına var-dövlətinə heç nə qalmır. Bu Rəhimlə Rəhimənin də, yəni əsərdən hiss eləyirik ki, övladları olmur. Əmraslanla onda Nurəddinin oxşar kimi xüsusiyyəti heç nələrinin ata mülkündən olaraq çatmaması. Ata mülkündən heç nə bunlara qalmaması deyə bilərik, hə. Amma Nurəddin özü xərcləmir, o birisi Əmraslan özü yeyib xərcləmişdi. O da hər şey danışır, bəs sonda bu Əmraslanın aqibəti necə olur? Deyir ki, qudurluq eləyir, yolda durur. Yol kəsir, ondan sonra qudurluq eləyir. asırlar. Ay sağ ol. Mən deyir qovdu. Ondan sonra deyir qaçaq dəstələri vardı. Onlara qoşuldu və o bir müddətdən sonra da deyir, onu deyir divan tərəfindən deyir, onu tutdular və öldürdülər, asdılar. Aqibəti bu cür oldu. O gündən sonra da deyir, ancaq mən dilənçilik etməklə birtəhər özümü dolandırıram. Və peşman olur və elə bil ki, o peşmanlığı Nurəddin hiss edir və bunu gətirir evə. Burada Rəhim o Gülpərini evə gətirməyini Şəhla müəllimə necə dəyərləndirir, necə qiymətləndirir? Deyir ki, sənə verdiyim, deyir mən yaxşılığa yaxşılıq eləmişəm, amma sən yamanlığa yaxşılıq eləmişsən də. Ayşə, bu hər kişinin edə biləcəyi bir iş deyil. Bəli, sənə qarşı bu qədər yamanlıq edən birinə yaxşılıq etməyi bacarmısan. Gör deyir, sevinir ki, mənim deyir, elədiyim deyir, bir yaxşılıq ümumilikdə sən də o yamanlığa yaxşılıq qaytararaq sən necə böyük bir addım atdın. Yəni, sən məndən də yüksəkdəsən, mənəviyyat cəhətdə sən məndən də yüksəkdə olan bir insansan ki, pislik edəni belə bağışlamağı və ona üstəlik yaxşılıq etməyi bacarmısan. Yaxşı, doğru. İndi bir dənə qalır bizim ana bacımız.